Salamlar hər kəsə. Bugün biz intonasiyanın tərkib hissələri haqqında danışacağıq. İntonasiya ifadəli oxu deməkdir. İntonasiyanın 7 tərkib hissəsi vardır. Bunlar hansı vardır? Temp, melodiya, dinamika, tembr, lad, registr və ritm. Gəlin görək bunlara hansı nə mənanı daşıyır. İlk öncə tempdən başlasaq, temp musiqi əsərinin ifa sürətinə deyilir. Və bunlar da öz-özlüyündə 3 yerə bölünür. Asta templər, orta templər və sürətli templər var. Asta templərin özü də ağır var, çox ağır var. Məsəl üçün, sürətli templərin biraz sürətli var, çox sürətli var. Yəni bunların özləri də bu hissələrə bölünür. İkinci melodiyadan danışsaq, bilirik ki, melodiya musiqinin ən yadda qalan hissəsidir. Yəni ən önəmli hissəsi. Adi bir musiqi əsərinə qulaq asanda melodiyası onun bizim yadımızda qalırsa, bu melodiyanın ən yadda qalan hissəsi olaraq adlanır. Dinamika nədir? Dinamika səsin gücü deməkdir. Yəni buna nələr aiddir? Fortedir, pianodur, mezzo fortedir, forte fortissimodur, piano pianissimodur və s. Bundan əlavə crescendo və diminuendo da daxildir. Məsəl üçün forte güclü səslənmədir. Forte fortissimo daha da güclü səslənmədir. Mezzo forte orta güclü səslənmədir. Piano zəif səslənmədir. Piano pianissimo daha zəif səslənmədir. Mezzo piano isə orta güclü səslənmədir. Crescendo nədir? Crescendo səsin tədricən, yəni artırılmasıdır. Yəni yavaşdan başlayaraq güclü səslənməyə getməkdir. Diminuendo nədir? Diminuendo səsin getdikcə daha da zəifləməsidir. Yəni güclü səslənmədən zəif səslənməyə doğru gedir. Sonra dördüncü olaraq tembrdən danışacağıq. Tembr nədir? Tembr səsin rəngi deməkdir. Məsəl üçün, hər bir insanın özünə məxsus səs tembri olduğu kimi, musiqi səslərinin də səslənməsinin hər birinin özünə məxsus tembri var. Bu da səsin rəngi olaraq adlandırılıbdır. 5-ci laddan danışacağıq. Müxtəlif musiqi səslərinin qarşılıqlı əlaqə sistemidir. Lad deyəndə əsasən 2 lad yada düşür. Bunlar hansı vardır? Major və minor ladları. Bilirik ki, major ladı nədir? Şən əhval ruhiyyəni ifadə edən laddır. Minor ladı nədir? Qəmli, fikirli, qəm qüssəni ifadə edən lad sisteminə daxil edilmişdir. Sonra registrdən danışacağıq. Registr səs diapazonu eyni tembrdə olan bir hissəsidir. Registrdə öz-özlüyündə 3 yerə bölünür. Aşağı registr, orta registr və yuxarı registr. Bu registr nə deməkdir? Bilirik ki, 8 oktava var. Subkontur, kontur, böyük, kiçik, birinci, ikinci, üçüncü, dördüncü və bəzən 9-cu oktavanda deyirlər. 9-cu oktavada 5-ci oktava, yəni belə deyək, yarım oktava kimi qəbul olunmuşdur. Və bu registr özlüyündə 3 yerə bölünərsə, oktavaları həmin 3 hissəyə daxil edir. Məsəl üçün, aşağı registrdə hansı oktavalar daxildir? Subkontur, kontur, böyük oktava aşağı registrə daxildir. Orta registrə daxildir kiçik, birinci, ikinci oktava və yuxarı registrə daxildir 3-cü, 4-cü və 5-ci natamam oktava. Ritm nədir? Ritm müxtəlif uzunluq səslərin müntəzəm ardıcıl olaraq növbələşməsidir. Öncə ritm deyəndə hər bir kəs ritmin nə olduğunu başa düşəcək. Burada uzun səslərin, qısa səslərin ardıcıl növbələşməsidir. Adi bir musiqi əsərində görürsünüz ki, dinləyərkən və oxuyarkən ritmə üstünlük vermək, daha dəqiq üstün tuturlar. Çünki ritm nədir? Müxtəlif uzunluqlu səslərin müntəzəm ardıcıl olaraq növbələşməsidir. Qaydasını əzbər bilsəz, məncə heç bir çətinlik çəkmədən normal şəkildə bunu sual düşsə yazacaqsınız. Bu qədər intonasiyanın tərkib hissələri haqqında danışdıq. Gələn videolarda inşallah görüşərik.